Sup pürelər üçün necə gəldi deyirlər. Necə gəldi doğrayıb tökürsən, zaten o sup olunacaq. Bir dənə də var ki, hansısa bir bulyonu dadlandırmaq üçün. Soğan 4 yerə bölə bilər. Bütöv də ata bilərsən. Başından çox az çərtib ata bilərsən. Zaten onu birazdan bu bulyonun içərisindən çıxardacaqsan. Yəni, adi bir tərəvəzin doğramaq qaydası, bişmək qaydası elə doğranmalıdır ki, içərisində tökdüyümüz yeməyin biri böyük, biri balaca olmasın ərzaqların. Çünki biri bişənə qədər o birisi ya yanacaq, ya bu bişib quruyana qədər o birisinin içərisi çiğ qalacaq. Bişirdiyimiz yeməklərə uyğun, onun qarniri də bərabər ona uyğun olmalıdır. Tərəvəzlər də uyğun olmalıdır. Bilirsiniz ki, indi yaz fəslidir. Bizim də ölkəmiz cənub ölkəsi olduğuna görə daha çox göygərti, pomidor, xiyar, badım, tərəvəzlərin çoxsu. Menyu yazarkən və yaxud yemək seçərkən onun yanında olan ingrediyentlərə, qarnirlərə də fikir vermək lazımdır. Çox belə yağlı, nə bilim, steak ətlərin yanında yəqin ki, fikir vermişsiniz. Elə olur ki, müştəri sifariş verirsən, yanında əgər batat kartoşka, sarı kartofdur, narıncı rəngdə, şəkər, əgər bizim adi kartofumuz 1 manat olursa, batat 4-5 manat, 4-5 qat. Daha çox tərkibində olan pektinə görə, kök qədər, necə deyim sizə, minerallar, bələdçilər çoxdur, xeyirlidir. Ona görə ya tərəvəzlərdən qarnir olur yanında, haşlanmış tərəvəzlər ola bilər, qrildə olan tərəvəzlər müştərinin seçimindən asılıdır. Yəni, deməyim odur ki, yağlı ətin yanında, ya yağlı balığın yanında, nə bilim, düyülü, makaronlu qarnirlər vermək olmaz. Onlar da seçimə uyğun. Ola bilər ki, müştəri var, istəyər, deyər, hə, qoy, ucu müştərinin seçimidir. Adətən ana yemək seçiləndə yanında qarnirlər olur, yazılır və ona uyğun. Bilirsiniz ki, badımcan tərəvəzimiz ilin əvvəllər ancaq yay fəslində olardı, amma tərkibində daha çox nikotin var. Nikotini olan tərəvəzdir. Ona görə də istifadə eləyəndə 5 yaşına qədər uşaqlara məsləhət görülmür və yaxud kələm. Adi bizim indi kələmlər, Brüssel kələmləri var, qarnir üçün balaca kələmlər qoyulur. Yarpaqları var, ləhani, qırmızı kələmlər var ki, bişirməyə tam yararsızdır. Ancaq salatlara istifadə olunur. Nəyə görə? Tərkibində olan o mineralların parçalanmaması üçün. Elementar adi bax göyərtilər var ki, ispanağı biz blanş eləyirik. Qaynar suyu atan kimi 1-2 saniyə ərzində tez onu götürüb soyuq buzun üstünə suya qoyuruq ki, onun tərkibində olan o yaşıllıq, o xlorofil dağılmasın. Yəni, həm vizual olaraq, həm onun yaşıllığı olaraq qəşəng qalır, həm də tərkibində olan o mineralları, hansı ki, hər bir tərəvəzdə, hər bir tərəvəzin tərkibində olan hamısı da başqa-başqa vitaminlər var.